Salam, hər vaxtınız xeyir olsun. Bugün baxacağıq ismin hallarına. İsmin 6 dənə halı var. Adlı, yiyəlik, yönlük, təsirlik, yerlik və çıxışlı hallar. İndi şəkilçilərinə də baxaq. Adlı halda xüsusi özəl bir şəkilçisi, göstəricisi yoxdur. Amma cəm şəkilçisini, mənsubiyyət şəkilçisini və xəbərlik şəkilçisini qəbul edilmiş sözlər hansı ki, bunlar qrammatik şəkilçilərdir. Bu şəkilçiləri qəbul edilmiş sözlər də adlı halda düşünülə bilər. Sonra gəldik yiyəlik hala. Yiyəlik hal bölünür iki yerə. Müəyyən yiyəlik halı var və qeyri-müəyyən yiyəlik halı var. Müəyyən yiyəlik halı şəkilçisi ın-in-ün-ündür. Suallarda kimin, nəyin haranındır. Amma qeyri-müəyyən yiyəlik halının şəkilçisi yoxdur. Sualı nə sualına cavab verir. Məsələn, deyək ki, bu yiyəlik halda, məsələn, dağ havası. Burada dağ sözü qeyri-müəyyən yiyəlik halıdır. Çünki şəkilçisi yoxdur, amma nə sualına cavab verə bilər. Bu olur bizdə qeyri-müəyyən yiyəlik halı. Amma bu şəkilçisini biz bərpa eləsək, dağın havası desək, bu olacaq burada kimin, nəyin, haranın suallarından birinə cavab verdiyinə görə müəyyən yiyəlik halı. Sonra yönlük hala baxırıq. Yönlük hal A-E-Y şəkilçisi ilə düzəlir. Bu belə yayə şəklində də ola bilər. Məsələn, deyək ki, kitaba, qələmə, dəftərə, bu türlü sözlər yönlük halda ola bilirlər. Sonra təsirlik hal var. Təsirlik hal iki yerə bölünür. Eynən yiyəlik halın bölündüyü kimi. Yəni, ortaqda götürə bilərik bu iki yerə bölünmə məsələsini. Və burada yenə təsirlik halda qeyri-müəyyən və müəyyən deyə bölündüyünə görə burada qeyri-müəyyən təsirlik halda nə sualına cavab verir. Burada bir dənə sualı var, şəkilçisi yoxdur. Qeyri-müəyyən təsirlik halda, məsələn, deyirik ki, mən kitab aldım. Burada kitab sözü nə sualına cavab verir. Amma bu adlı halda deyil, qeyri-müəyyən təsirlik halda. Çünki buradakı kitab sözündə bu şəkilçisi var və bu şəkilçini biz bərpa edə bilirik. Əgər bərpa edə biliriksə şəkilçini, bu olur qeyri-müəyyən təsirlik halda müəyyən təsirlik hala çevrilmiş olur. Sonra gəldik yerlik halda. Yerlik halda sualları kimdə, nədə, haradadır, dairə şəkilçisi vasitəsindən yarana bilir. Bu şəkilçi iki variantlı şəkilçidir. Amma elə də ola bilər ki, dairə şəkilçisi, leksik şəkilçisi də ola bilər. Düzdür, ismin hallarında şəkilçiləri, qrammatik şəkilçilərdir hər biri. Amma dan-dən, çıxışlı haldakı dan-dən və yerlik haldakı dairə şəkilçiləri amonim şəkilçidir. Ona görə digər əsas nitq hissələrində, məsələn, zərfin şəkilçisi kimi, leksik şəkilçisi kimi işlənə bilər. Məsələn, deyək ki, yazıram ki, məsələn, yazda. Burada yaz sözün köküdür, dadə, burada leksik şəkilçidir. Və bu bizdə olur zaman zərfi. Və buradakı dairə şəkilçisi qəbul edildi deyə bilməlidir ki, bu yerlik hal şəkilçisi qəbul eləmiş isimdir. Belə demək olmaz, bu olur bizdə zaman zərfi. Və buradakı şəkilçi də leksik şəkilçi olduğuna görə bu sözün quruluşu olur düzəltmə. Amma məsələn, desək ki, kitabda maraqlı məlumatlar var. Belə olanda kitabda sözündə kimdə, nədə, harada sualına birinə cavab verir deyə. Kitabda sözündəki dairə yerlik hal şəkilçisi olur. Və bu söz olur sadə söz. Çünki qrammatik şəkilçi qəbul etdiyinə görə sadə olacaq. Çünki ismin hal şəkilçisini qəbul edibdir həmin kitabda sözü. Buradakı dairə şəkilçisi də yerlik hal qrammatik şəkilçi olduğuna görə bu yerlik hal şəkilçisi qrammatik olduğuna görə bu olur sadə söz. Və dan-dən şəkilçisindən düzələn hal çıxışlı haldır. Burada da məsələn deyək ki, kitabdan, qaydaları kitabdan oxuyun. Belə deyirəm, burada dan-dən şəkilçisi olur ismin çıxışlı halının şəkilçisi. Amma məsələn bu şəkilçi amonim şəkilçi olduğuna görə zərfi düzəldən leksik şəkilçi kimi də iştirak edə bilər. Məsələn, deyək ki, hərdən deyirəm, hərdən. Burada hər təyin əvəzlikdir. Təyin əvəzlikdən dan-dən şəkilçisi vasitəsilə zərf düzəltmək olur. Yəni, zaman zərfini düzəltmək olur. Bu, əslində bizdə olacaq burada zaman zərfi. Yəni, bu dan-dən şəkilçisini qəbul edibdir deyə biz buna deyə bilməlidir ki, bu çıxışlı halda olan isimdir. Xeyr, bu isim deyil, zaman zərfi olacaq.